Cənab Prezident Ali Başkomandan, mən sizə müraciət edirəm. Mən deyərdim ki, hələ Ramiz Mehdiyev kimlər yox, yerlərdə ondan dəhşətlisi də var. Demək, mən Baş prokurorluğa, Laçın rayon prokurorluğuna müraciətlər elədim. Dünyaya gəlməyən uşağa sənəd alıbdır. Həqiqətən də o uşaq həyatda yoxdur, dünyaya gəlməyib. Ancaq saxta sənəd alıb, onu anası 7 il qabaq təqaüdə çıxıb. Demək, 01 mart 2026-cı ildə onun 65 yaşı tamam olur. Amma halbuki o 7 il qabaq 5 uşağa görə pensiyalı. Halbuki onun 3 uşağı var. Uşağın biri 6 yaşı tamam olmamış, vəfat edib. Digər biri isə heç həyat dünyaya gəlməyib. Ancaq bunu Laçın rayon prokuroru, bilmirəm, baş prokurorluğa alladır, yoxsa elə baş prokurorluqda mənə heç bir cavab vermir ki, bu həqiqətən düzdür, yoxsa səhvdir. Digər tərəfdən 121 sayılı seçki dairəsinin sədri dəfələrlə məni verdi məhkəməyə 2000, sonra 0 oldu apellyasiya məhkəməsində. Yerlərdə məhkəmələr öz bildiklərini eləyirlər. Laçın rayon məhkəməsi Cavad İbrahimov kefin nə istəyir onu eləyir. Kefin nə istəyir. Kim nə pul versə həyat onunkudur. Demək ki, mən sonradan ali məhkəməyə vermişdi. Heç bir əsası olmadan telefon danışığına görə 500 manat məni təzminat yazılmışdı. Onu da halbuki alıbsa şərəf vələqəti 500 manatdır, almışsa şərəfsizdir. Səfərov Hüseyin 121 sayılı seçki dairəsinin sədri. Məktəblərdə digər bir məsələndə qeyd edim ki, Hacısamlı məktəbinin direktoru məktəbdən gedir, məktəb bağlanır. Halbuki şəhid adına olan məktəbləri biz qoruyub saxlamalıyıq. Şəhidimizin adınadır. Şəhid olub, torpaq uğrunda həlak olub. Amma halbuki bir neçə məktəblərin adını sayaram ki, Adil Qasımov adına Hacısamlı kənd tam orta məktəbi, Qorçu məktəbi, Kürt Hacı məktəbi, Milli Qəhrəman adına, demək, Novruzov adına Kürt Hacı kənd məktəbin direktoru gedən kimi məktəb buxarlandı getdi. Mən başa düşmürəm, bu məktəb direktorun dədəsinin olsun mülküdür ki, elə o şahidlərə heyfim gəlir ki, onların adını o məktəblər daşıyır. Bir neçə aydan sonra da bir neçə şəhidin adını olan məktəblər bağlanacaq. Yaxşı, əgər bu məktəb şəhid adınadırsa, bunu qoruyub saxlamaq lazımdır. Bunu rayona qaydanda o məktəb orada davam eləsin. Amma halbuki bu məktəblərin sonu yoxdur. Direktor işdən çıxan kimi, pensiya gedən kimi məktəb buxarlanır. Yaxşı, bu qurumlar hara baxır? Hörmətli Fuad müəllim, mən sizə müraciət edirəm. Düşərgə qəsəbə tam orta məktəbində gedən prosesləri siz məndən yaxşı bilirsiniz. Yaxşı, niyə yoxlamadınız? Niyə mən dediyim faktları aşkarlayıb direktora bir cəza vermədiniz? Direktor öz bildiyini eləyir. Şəkidə olan hansı əsasından analıq məzuniyyətinə çıxıb? Hansı əsasından çıxıb? Mən başa düşmürəm. Bir saat dərs deməyə bu gün analıq məzuniyyətindədir. Bəlkə də indi qismən məzuniyyətdədir. Sonra digəri Sadaqət müəllimə Gəncədə olur. Aynur müəllimə Bakıda olur. Yaxşı, bu məktəblərdə sonra Hacısamlıda bir dəstə müəllim orada burada yaşayıb. İndi məktəb direktoru getdi təqaüdə martın 1-i, amma halbuki 7 il bundan qabaq təqaüdə çıxmışdı. Amma 65 yaşı martın 1-i tamam oldu. Yaxşı, bu məktəblər, şəhid adına olan məktəblər niyə buxarlanır? Demək, biz şəhidimizin qədrini bilmirik. Elə bu torpaqları elə bil ki, kimsə alıb, verib sizə, öz bildiyinizi edirsiniz. Vallahi olmaz. Olmaz belə. Həyat belə davam eləməz. Mən yenə deyirəm, mən bir qılçamına bir də gedirəm, işə gəlirəm, gəlmişəm günorta yeməyimə qaydayacam işəmə. Amma söhbət burasındadır ki, gəlin görək, mənim milli qəhrəmanıma niyə hörmətsizlik eləyirsən, Fuad müəllim? Sizin milli qəhrəman Şükür Həmidovun yoldaşı Hacısamlı məktəbində uşaq yaradıcılıq birliyi idi. Niyə? Mən başa düşmürəm, nəyə görə? Qubadlıdan
nədir, Qutçu məktəbinə, Quvadlıdan Bərdəm Qazlara məktəbinə direktor təyin olunur. Mən də gəlmişəm, Mahir müəllim, gəlsən məni bir məktəbə göndərəsiniz. Yox, 42 baldan aşağı olanı götürə bilmərik. Yaxşı, gəlin yoxlayaq görək. Bütün məktəblərin direktorları 42 diaqnostik qiymətləndirməsi 42 baldan yuxarıdır yoxsa aşağıdır? Gəlin bunu da yoxlayaq. Mən deməyində məqsədim odur ki, həm təhsildə cənab prezident, həm yerlərdə tamamilə hərc-mərcilik başalıb gedir. Rüşvətxorluq başalıb gedir. Ən əsası da prokurorluq orqanında. Mən faktlarla sübut edirəm. Əgər bir dənə səhvim varsa, məni xahiş edirəm, aparsınlar, salsınlar içəri. Amma mənim dediyim faktlar sübuta getiriləndən sonra mən göstərəcəm ki, bax, dünyaya gəlməyən uşağa görə prokuror göz yumub. Təqaüdü də devərmağan elə. İndi nə alıb onu babalı öz boynuna. Sonra məktəblərdən faktlar yazdım. Göstərdim. Bu müəllim burada yoxdur. Nəyə görə yoxlamadın? Nəyə görə araşdırmadın? Ona görə ki, Hüseynin pulu çoxdur. Ona görə Hüseynin pulu çoxdur. Cənab İlqar Saadətov. Bu nə deməkdir? Dərs deməyən müəllim çıxır analıq məzuniyyətinə. Siz də gözünüzü yumursunuz, deyirsiniz ki, yaxşı eləyib. Nəysə, mənim dediyim bu qədər davamı olacaq. 100% olacaq. O vaxta kimi ki, haqq yerin tapana kimi.